kişilər, uşaq pulu davası eləməyin. Vallahi kişiyə yaraşmır. Mən bunu nə atamdan görmüşəm, nə qardaşımdan görmüşəm bu davanı. Nə evimdə həyat yoldaşımı görmüşəm ki, bir dəfə ağzını açsın desin ki, uşaq pulu. Kişi də uşaq pulu davası eləyər. Azərbaycan kişisi daha deyirəm, fahişə qadından beşbeter olub bəziləri. O qədər iyrəncdir, o qədər belə baxırsan, deyirsən, ya Rəbbim, bu hansı birinə cavab yazırsan, nə deyəsən? Onsa cavab yazırsan, bilirsən ki, tərbiyə almayan adamlardır da. Tökülüşüblər, yaxşı ki, o sosial şəbəkələr var. İndi sizə sual verim. Bugün əgər Azərbaycan kişisi tam şəkildə işləsəydi, onun vaxtı olardı sosial şəbəkədə oturub belə uzun-uzun müzakirələrdə iştirak eləsin, tərbiyəsiz sözünü birini bir qəpikdən yazsın. Tənbəl siz də oturursunuz evdə, bəziniz. Əlinizdə telefondur. Kimi görüm yıxıb sürüyə bilərəm. Kimin görüm... Nəysə də ağzımı açdırırlar. Harasına söyə bilərəm. Ölmürsünüz heç siz.